Salam əziz izləyicilərimiz, xoş gördük hər birinizi. Bugün Birsə proqramından danışacağıq. Birsə proqramı həmçinin çox istənilən mövzulardan biri idi. Ona görə biz nəzərə aldıq ki, Birsə proqramının ən əvvəlindən sıfırdan birinci menyu hissəsindən başlayaq və daha sonra mütəmadi şəkildə bizi izləyərək növbəti menyularından da xəbərdar ola bilərsiniz. Deməli, Birsə proqramı istifadə olunur ticarət, ambar, aptek, mağaza, tikinti materialları alış-satışı olan yerlərdə, bütün müəssisələrdə və onun üçün biz sıfırdan başlayırıq öyrənməyə. Hansı müəssisədə biz işləyiriksə, ən birinci olaraq müəssisə menyusundan başlayacağıq. Əgər proqram sıfırdan başlayırsa, yox içərisinə baza ola bilər, siz müəyyən yarıdan da başlaya bilərsiniz, amma özünüz sıfırdan qurmağı da öyrənə bilərsiniz. Birinci növbədə biz növbəti mərhələdə ambar, alış, satış bu menyularından da izah eləyəcəyik, dərs videolarımız olacaq. İlk növbədə bugün hansı müəssisədə biz işləyiriksə, həmin müəssisənin adının qeydiyyata alınmasından danışacağıq. Birsə proqramında eyni anda bir neçə şirkətin əməliyyatını görmək olar. Yəni hansı şirkət başlığına keçirsinizsə, o şirkətin açotunu görmüş olacaqsınız. Əgər siz sıfırdan yeni bir müəssisə işləyirsinizsə və yeni bir müəssisə adını qeydiyyata alırsınızsa, yaxın oturum başlayırıq. Deməli, birinci növbədə ilk dərsimiz müəssisə adının qeydiyyata alınması və uçota alınması olacaq. Birinci növbədə müəssisə menyusu təşkilatlar başlığına daxil oluruq. Əlavə vururuq. Yəni Birsə proqramında yeni səhifələrin, boş səhifələrin açılması üçün hər zaman əlavə vuracaqsınız. Və açılan səhifədə başlayırıq xanalar üzrə bizdən tələb olunanı doldurmağa. Şirkətimizin adını qeyd eləyəcəyik. Misal üçün Mühasib MMC. Daha sonra aşağı düşəndə adını özü verir. Növbəti xanalar üzrə əsas bank hesabını, bizim şirkətimizin hansı hüquqi hesabı varsa, köçürmə zamanı ki, biz növbəti mərhələlərdə öyrənəcəyik. Köçürmə zamanı hesabın özü avtomatik çıxması üçün bizim qeydiyyata alınan bank hesab nömrəmizi burada bazaya salacağıq. 3 nöqtəyə daxil oluruq, da vururuq və buradan da əlavə vururuq. Şirkətimizin hansı hesabda bank nömrəsi varsa, həmin hesab nömrəsini nümunə üçün təbii ki, indi qeyd edirəm, seçirsiniz, yazırsınız. Və daha sonra bank 3 nöqtə xananın sonunda olan xanaya daxil olmaqdır, sətrin sonunda olan xanaya. Və 3 nöqtəyə gələndə sizin müəssisənizin hesabı hansı bankdadırsa, burada indi bizim tələbələrimiz praktik dərslərimiz zamanı özləri hazır кейslərlə işlədiyi üçün banklar yaradıblar və siz də öz müəssisənizin hansı hesabda bankı varsa, həmin hesabı seçirsiniz. Misal üçün birini seçdik. Və daha sonra aşağıdan yazmaq okey vururuq, hesab düşür bura, qalır bazada. Və nəzərinizə çatdırım ki, bu qeydiyyat bir dəfə olur. Bir dəfə biz müəssisə adımızı qeydiyyata alırıq, ondan sonra isə proqramda bazada qalmış olacaq. Və daha sonra aşağıdan VN-ə şirkətimizin, müəssisəmizin VN-ini yazırıq. 10 rəqəmli axırı 1-dən bitməlidir. Aşıqla verə bilər 2 yazsaz, 9-8 yazsaz. Məsəl üçün bunu silirəm. Okey vururam. Baxın aşıqla verir. Çünki hər hansı bir xanada qeyd olunanlar düz yazılmayanda proqram onu uçota almayacaq, qeydiyyata almayacaq. Gəlir ünvan və telefonlar başlığına müəssisəmiz harda yerləşirsə, hüquqi adresi olur, VN adı qeydiyyata alınanda, bir də faktiki adresi olur. Hal-hazırda icarə müqaviləsinin harda qeydiyyatdadır, harda obyekt kodu alıb, həmin faktiki ünvanı da biz seçirik. Xanalar üzrə daxil oluruq və ünvan, faktiki, hüquqi ünvan adreslərimizi qeyd edib okey vururuq. Daha sonra isə kodlar başlığına keçirik. Kodlar başlığında müəssisəmizin fəaliyyət növünü seçəcəyik. 3 nöqtədən, sətrin sonunda 3 nöqtə olan xanaya daxil oluruq. Burada standart fəaliyyət kodlarıdır. Sizə uyğun olan fəaliyyət kodunuzu seçirsiniz. Əgər bilmirsinizsə, müəssisənizin fəaliyyət kodu nədir? Onu biz portala vergi dərsində öyrənirik. Müəssisənizin asan imza ID parolu ilə portala etaxsiz.gov.az saytına daxil oluruq və orada şəxsi məlumatlar başlığından müəssisənizin fəaliyyət kodunu əldə edə bilərsiniz. Və burada gəlirik. Müəssisəmizin fəaliyyət sahəsini seçirik. Biz nə işlə məşğul oluq? Burada mühasibatlıq, həmçinin audit xidmətləri və sair kimi xidmətlər də var. Daha sonra loqotip başlığından müəssisənin loqosunu da seçə bilərsiniz. Yazma, okey vururuq. Müəssisəmizin adı düşdü bura. Ancaq gördüyünüz kimi qara hərflə qeyd olunmuyor. Və biz misal üçün burada ambara mal yığmaq üçün daxil olsaq,
başqa MMC gəlir. Hər hansı bir tələbəmizin işlədiyi bir MMC-dir və biz necə eləyək ki, ambara mal yığanda və yaxud da ki, satış mühasib MMC isə biz xidmət satış eləyə bilərik. Həmçinin satışda da daxil olanda Ayhan görünəcək. Onun üçün biz nə etməliyik? Müəssisə adını uçota almalıyıq. Uçota almaq üçün hansı müəssisəni uçota almaq istəyirsinizsə, onun üzərində dayanıb paneldə birinci mərhələdə əsas kimi quraşdırmaq vururuq. Əsas kimi quraşdırmaq vururuq, proqrama məlumat verir ki, mən hansısa məsələni çota almaq istəyirəm. Amma ikinci mərhələsi var. İkinci mərhələyə daxil olmaq üçün müəssisə menyusu, uçot siyasəti, biz belə deyirik, birinci oxdan birinci. Təşkilatın uçot siyasətindən əlavə et vururuq və həmin müəssisə bizi burada uçota alması üçün gözləyir. Gəlirik, OK vururuq və təsdiqlənmiş oluruq. Beləliklə, mən hər hansı bir xidmət satışını etsəm belə, daxil olanda müəssisəyə, artıq gördüyünüz kimi təşkilat mühasib MMC-ni görmüş oluruq. Əziz izləyicilərimiz, bugün biz BIRSE proqramında ilk mərhələ ilə tanış olduq. Şirkət adımızın qeydiyyata və uçota alınması. Növbəti mərhələlərdən və menyulardan xəbərdar olmaq, bizimlə birlikdə öyrənmək üçün kanalımızı izləməyi, abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Hələlik!